görəcək bir şey oldu. Evi, bəli, yandı, alışdı, kül oldu. Evi yandı, özdə şəhid ailəsi. Yaxşı ki, həmin gecə evdə olmamışdılar, qonaq getmişdilər. Başka ev var Obruz'da. Kardeş Obruz'da başka ev var. Bunlar üzdə. Göyçayda güclü yanğın hadisəsi baş verib. Hadisə rayonun Rauf İsayev küçəsində qeydə alınıb. Belə ki, yanğın 76 yaşlı Zeynalova Telnaz Qüdrət qızına məxsus ümumi sahəsi 112 kvadrat metr olan kürsülü bir mərtəbəli 4 otaqlı evdə başlayıb. Evin yanar konstruksiyaları və əşyaları və ona bitişik sahəsi 80 kvadrat metr olan talvarın taxta atmaları və altında dayanmış 50 yaşlı Zeynalova Samirə Ramiz qızına məxsus Kia Plantron markalı avtomobilin ön hissəsi və eyni zamanda yaxınlıqda olan 27 yaşlı Kərimli Kənan Kərimoğluna məxsus ümumi sahəsi 300 kvadrat metr olan və hər mərtəbəsi 150 kvadrat metr 2 mərtəbəli 7 otaqlı evin dam örtüyünün taxta atmaları 12 kvadrat metr sahədə yanıb. Hadisə yerinə Göyçay rayon Dövlət Yanğından Mühafizə Səsinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Biraz yakınlaş da İsrafil. Oraya yakınlaş. O indi açıq ola vur bu bir tərəfi. Vermə. 51'ini atka demişik de getirir. Sen elek gazı giyin. Oy qoğum ya. Deyirəm, vermə. Ha. Bildim. 51 getdin, ver bura tez. Ha. Geçsin nasıl oynamı? Ama idare ediyorsun götürme. Ay Eşen. Biraz azalttım. İdare edeyim. Orada biraz katlara imkan varsa diyen ki burada su Ankara'da. Yani uzaklarlar hindi sıkıntılar. Burada kalsa biz yoluna koyalım. Bura bir dənə də elek gazlı adam göndərin təcili. Qeyd edək ki, yanğın zamanı evdə heç kim olmadığından köməyə qonşular gəlib. Ev sahibinin sözlərinə görə yanğın zamanı ona 100 min manatdan çox maddi ziyan dəyib. Hadisə gecə saat 3-4 radələrində baş verib bu gecə. Göyçay rayonundadır, şəhərin özündə. Qonşumuzdur. Hadisə təfərrüatlı olaraq səsə biz oyanmışıq yuxudan. Evdə hamı qaçdı çölə, çünki o qədər böyük şiddətli yanğın idi ki, tüstüdən otura bilmirdik, evdə qala bilmirdik. Yanğın söndürəni təcili zəng elədik, təcili yardım gəldi, yanğın söndürən gəldi, polis gəldi hətta və bütün qonşular hamı bir yerdə kömək eləməyə çalışdılar. Amma təəssüf olsun ki, səylərə baxmayaraq evi bəli, yandı, alışdı, kül oldu. Evə dəyən xəsarət təxminən 100 mindən çoxdur. Durduq qonşuları keçməsin deyənə dərhal pajarniyə zəng elədik. Sağ olsunlar, gəldilər, əllərindən gələn köməkliyi elədilər, qonşulara keçmədik. Bir dənə qonşunun öyünün üstü yandı. Yəni qabağını aldı. Çox dedikcə. Onun görəcək bir şey oldu. Sağ olsun qonşularda saat hardasa 3-4-də işləmiş oldu da. Yəni keçdik, özümüz də köməkliyini elədik, barıdan keçdik, qapını tutduq, nəsələ. Öydə dərhal heç kim olmadı deyənə şükür Allaha. Min şükür ki, öydə heç kim xəsarət alan olmadı. Amma maşın yandı, ev yandı, evdə olan əşyalar yandı. Təxminən nə qədər ziyan dəydi? Çox deyil, çox. 100 minə yaxın paşda elə evi yandı. Özdə şəhid ailəsi, birinci Qarabağ müharibəsinin şəhid ailəsidir. Nə bilim, qurban olma Allaha. Çox sağ olsun pajarlıları. Minnətdarım Allah haqqı. Onlar olmasaydı Allah haqqı. Yana gedəcəkdi. Qonşular da. Bəli. Hazırda faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov, Aqil Əsədov, Əlbala Əsgərov xüsusi olaraq Dinas TV üçün.